Əziz bilgələr, bu dəfə sizə oxşarlıqlar layihəsində baxın, iki yerə parçalanmış dövlətlərin siyahısını tərtib eləmişəm. Bura parçalanmış dövlətlərin siyahısı deyil, yəni diqqətli olmaq lazımdır orada. Birinci növbədə Elvan və 58-ci ildə Böyük Hun dövlətinin parçalanması nəticəsində Şərqi və Qərbi Hun dövlətləri meydana gəlmişdir. Zamanlama etibarilə gəlsək, əslində ikinci qədim Romanı yazmalıydım. Eramızın 395-ci ildə parçalanmışdı, Qərbi Şərqi Romaya parçalanmışdı. Ondan sonra birinci Göytürk dövlətini qeyd eləməli idim. 588 yaxud 6-cı əsrin 80-ci illərində parçalanmışdı. Bunun nəticəsində yenə Qərbi Şərqi Göytürk dövlətləri yaranmışdı. Sonra 1042-ci ildə Qaraxanlı dövləti parçalanmışdı, yenə Şərqi Qərbi Qaraxanlı dövlətləri yaranmışdı. Bir də Səlcuq dövləti 1118-ci ildən etibarən iki hissəyə parçalanmışdı. O da Səncərin hakimiyyət dövründə kitabda bu şəkildə qeyd edilibdir. Sonda isə Ağqoyunlu dövlətini yazmışam. 1500 Zəfər sazişi ilə iki dövlətə parçalanmışdı. Bu siyahıya sizin əlavə etmək istədiyiniz dövlət varsa, rəylərdə qeyd edə bilərsiniz.